Salamlayıram hər kəsi, gününüz ruzlu, bərəkətli, mükafatlı olsun. Saç kəsimi ilə bağlı istədiyi cəmiyyətdə kiçik də olsa bir xidmət göstərək, yüksək fəsad aura yaradacaq bir düşüncə yaradaq. Təbii ki, insanda da layiqdir buna. Ondan qabaq başqa bir mövzu əsasında sual var ki, insanla insanlığı ayıran məqam nədir? Əgər insanlıq yardım etməklə, kömək etməklə ölçülürsə, iki insandan biri bir-birinə kömək edəndə niyə illər sonra o insan ya nankor olur, ya da fəsad törədir kömək etdiyi insana? Demək ki, insanlıq yardım etməklə, kömək etməklə əldə olunmur. Əgər yaradan yaratdığında mükəmməllik yaradırsa, təbii ki, mükəmməllikdə bir qüsur yoxdur, bir itki fəsadı yoxdur. Bu sualın cavabını xahiş edirəm, düzgün, doğru bilən bir insan varsa, yorumlarda cavablandırsın. Cavabı doğru yazan insan da ki, saç kəsimi ilə bağlı pulsuz xidmət göstəriləcək. Göstərəcəyimiz xidmət də ki, bu ayın axırınacan 10 manata saç kəsirdinsə, 5 manat vericilən, gücü kimləyə çatan varsa 3 manat, 4 manat gətirib gəlib kəsilə bilər. Tam əminlik mənəm bu ayın axırınacan. Məcbur deyil, sadəcə özüm istədim. İstədim ki, cəmiyyətdə xoş, yüksək fəsad hala yaradacaq bir nəticə təqdim edim ki, zaten biz bir-birimizi dəyərdən bilib, bir-birimizi dayazda qalan insanlarıq. Minnətdaram, diqqətinizə görə.